İndi Ərbəyin özü qabaqda gəlir. Ərbəyinə gedən bizim şükür Allaha qardaşlarımız ki var. Buradan da məni eşidirlər. Siz də inşallah bilirəm neçə nəfər qardaşlarımız hazırlaşırlar getməyə. Ərbəyin ziyarəti, Kərbəla ziyarəti ən üstün ziyarətlərdən biridir. Çalışın bu ziyarətin mənəvi ləzzətini əldən verməyin. Nə ilə? Yolda şeytan çox vəsvəsə eləyə bilər. Yorularsan, isti, xasiyyəti, əxlaqı xoş olmayan bir insan adamla yoldaş ola bilər. Otel biraz pis ola bilər. Maşın biraz pis ola bilər. Bunlar hamısı səfərdə başımıza gəlib. Çalışın, maksimum qardaşlığınızı qoruyun. Bəli, karvan rəhbərləri, karvan aparanlar, ziyarət qrupunun rəhbərləri, tur rəhbərləri vəzifəsi, borcu İmam Hüseyn əleyhissalamın zəvvarın xidmətində durmaqdır. Amma gedən zəvvarlar da bilsinlər ki, İmam Hüseynin ziyarətinə gəliblər. Turist deyil, Antalyaya gəlməyib, Kərbalaya gəlib. Hamısı nəzərə alsınlar. İstəyirsinizsə bu ziyarətiniz mənəvi keçsin, gəlin bu mənəvi səfərdə diqqətli olaq. Namazları vaxtında qılın. Hər gün bir Aşura ziyarətnaması oxuyun, alimlər deyir. Hər addımınıza savab verilir, imam buyurur. Hər addıma savab verilir. Hər addımınızda günahlarınız bağışlanır. Hər addımınızda sizin savabınız artır. Bu qazandıqlarınız ki, bunları əldən verməyin. Çalışın, elə addımı götürəndə İmam Hüseynə xatir götürün, qaydanda da İmam Hüseynə xatir. Başınızı orada şəkil çəkməyə, selfie çəkməklə çox başınızı qarışdırmayın. Xatirə şəkil çəkdirmək, yadigar şəkil çəkdirmək lazımdır. Çəkdirin. Amma bəzən mən görmüşəm iki şey. Bir, sanki bu səfər elə vara, selfie səfər olur. Gedə-gedə selfie çəkir, qayda-qayda selfie çəkir. Bəs Hasan ziyarət edir. İki, bəzən şəkil çəkəndə başqalarına manislik olur. Görürsəniz, imamın ziyarətgahında, zirehin yanında, duanın qəbul olan yeridir. İmam deyir, İmam Hüseynə Allah Teala şəhadətin əvəzində 4 şey verib ki, onu heç kəsə verməyib. Bir də ki, o qübbənin altında dua qəbuldur. O ağanın qəbrinin düz eyni qübbəsi var, orada dua qəbuldur. Görürsən, cəmaatda orada manislik qalıb, orada itəliyir sağa sola, ya zirehə əl vuracaq, İmam Hüseynin zirehinə əl vurub başqasına şapalaq vurmaqla, ya da ki, qalır orada mənim şəkil bir zirehin yanında, o şəkil çəkən yerdir. Görürsən, milyonlarla insan gəlib, İmam Hüseynin bizi zirehinə yaxınlaşır, bir salam verib qayıtsın. Ona görə çalışın, bu ziyarətdə o əsl ziyarətin mahiyyətini başa düşəsiniz. Ziyarət sözünün mənası da yaxınlaşmaqdır. Ziyarətə gedən İmam Hüseynə yaxınlaşır. Və əsas, qaydandan sonra yaxınlaşdığın imamdan uzaq düşmə. Çoxları var, Kərbala gedəndə İmam Hüseynin qəbrinə yaxın düşə bilir. Qaydandan sonra İmam Hüseynin qəbrindən də, amalından da, məktəbindən də, getdiyi yolundan da uzaq düşür. Kərbalaya getsə də qaydandan sonra görürsən ki, Kərbalanın əksinidir. Ona görə çalışaq, həm də Ərbəyində, səfər ayında bu Kərbala ziyarətinin mənəvi ləzzətini inşallah qoruyaq. Allahın verib Peyğəmbər və onun pak əhli beytinə Allah Teala bizləri Ərbəyin ziyarətinə gedənlərdən, səfər ayının hörmətini saxlayanlardan qərar versin.